Bismillahirrahmanirrahim və bihi nəstəin. Ramazan ayının şəri məsələləri ilə bağlı mövzumuz davam edir. Orucu batil edən əməllərdən biri də imalə etməkdir. Tibb dilində qrizma deyilən imalə etmək insanın orucunu batil edər. Bəli, ola bilər insan zərurət baxımından imalə etməyə məcbur ola. Yəni tibbi baxımdan, xəstəliyi baxımından məcbur ola ki, mütləq imalə etməlidir. İnsanın orucu bu halda da batil olar, qəzasını tutmalıdır. Amma bu günah bir iş deyil. Əgər insan zərurət yaranarsa, imalə etdirməlidir və orucunun da qəzasını Ramazan ayından sonra tutmalıdır. Digər orucu batil edən əməllərdən biri də qusmaqdır, qaytarmaq. Əgər insan oruc olduğu halda qəsdən və bilərəkdən ki, orucu batil edir və heç bir səbəb də olmadan insan qaytararsa, qusarsa, orucu batil olar və onun qəzası və kəffarəsi boynuna gələr. Amma insan qusmağa məcbur olarsa, yəni hər hansı bir xəstəlik səbəbindən, mədəsində olan bir problem səbəbindən bu qaytarmalıdır. Belə bir halda insanın orucu yenə batil olur, amma qəzasını tutmalıdır, kəffarə tutmamalıdır. O baxımdan insan zərurət yaranarsa, bu işdən istifadə edə bilər, yəni özünü qustura bilər. Amma biixtiyar, yəni ixtiyarsız olaraq, insan heç bir səbəb yaratmadan biixtiyar qusarsa, ağzına, mədəsindən hər hansı bir şey gələrsə, bu insanın orucunu batil etməz. Amma bu şərtlə ki, insan gərək qustuğunu, ağzında qalan qusaq qalığını yenidən geri qaytarmasın, onu çölə çıxartsın. Belə olarsa insanın orucu batil olmaz və orucuna davam etdirə bilər. Digər bir məsələ bundan ibarətdir ki, əgər oruç tutan şəxsin boğazına zorla bir şey tökərlərsə, onun orucu batil olmaz. Amma insanı məcbur etsələr ki, qorxutmaqla, hədələməklə, canına ziyan yetirməklə ki, hədələsələr ki, sən mütləq orucunu açmalısan, orucunu aça bilər. Yəni, öz əli ilə götürüb, nəsə qida qəbul edib orucunu aça bilər. Orucu da batil olar, amma orucun qəzasını yerinə yetirməlidir. Orucun məkruh məsələləri də var. Onlar o məsələlərdir ki, orucu batil etmir, amma orucunun savabını azaldır. Onlar bundan ibarətdir. Birinci budur ki, dadı və ya qoxusu boğaza yetişdiyi təqdirdə insan gözə dərman tökə və yaxud gözə sürmə çəkə. Gözə dərman tökmək və yaxud gözə sürmə çəkmək orucu batil etmir. Amma əgər onun dadı və qoxusu insanın boğazına yetişirsə, o zaman bu məkruh əməldir. Bundan çəkinsə, orucun savabı daha çox olar. Amma bunu yerinə yetirərkən insanın orucunun savabı azalar. İkinci, qan aldırmaq və yaxud zəifliyə səbəb olan hər hansı bir iş görmək. Məsələn, hamamda çimmək, qan aldırmaq, bunlar insanın bədənini zəiflədə bilər. Əgər bədən zəifləyərsə, qan aldıranda və yaxud hamamda uzun müddət çiməndə, o zaman bu məkruh əməldir. İnsan gərək bu məkruh əməldən əgər çəkinərsə, savabı daha çox olar. Buruna dərman tökmək orucu batil etmir, amma buruna dərman töksə, burundan, burun yolu ilə boğaza çatarsa, orucu batil edər. Yox, çatmazsa məkruh əməldir, orucu batil etməz. Ona görə insan burnuna dərman tökərkən diqqətli olmalıdır ki, boğaza gedib yetişməsin. Boğaza yetişərsə orucu batil olar, yetişməzsə ondan da çəkinsə daha yaxşı olar. Dördüncü, ətirli bitkiləri iyləmək. Ətirli bitkilər iyləmək oruc halında, yəni gündüz oruc tuta-tuta insana məkruhdur, yəni savabını azaldır orucun. Və digər məkruh əməllərdən biri də ağızdan qan gələn hər hansı bir iş görmək. Diş çəkdirmək, dişin dibini qana atmaq və s. bu əməllər də məkruh əməllərdir. İnsan orucluq halında bundan çəkinsə, orucun savabı çox olar. Və digər məsələ bundan ibarətdir ki, lazımsız yerə insan ağzına su alıb ağız yaxalaya.
Yəni insan əgər heç bir ehtiyac yoxdursa, heç bir zərurət yoxdursa, insan ağzına su ala və ağzını yaxalayıb suyu geri qaytara. Yəni udsa əgər orucu batil olacaq. Yox, geri qaytarırsa, lazımsız yerə bu işləri görürsə, bu orucun savabını azaldır və orucun məkruh əməllərindən biridir.